Tanrı kimi hiss etmək. Bu hissin adını niyə heç kəs verməyib? Dədə Qorquddan yan keçmişdi bu hiss. Bunu məndən başqa kimsə hiss edərdi? Yaratdığına heyranlıq duymaq. Yaratdığının öz yaratdığın olduğuna belə tam əmin olmazkən. Başqasının yaratdığı bu qüsursuz varlığın sənin içindən olması niyə səndə ikrah, qısqanclıq hissləri doğurmur? Başqasının? Yox, onu mən özüm yaratmışam. Axı xatırlayırdım. Gözlərinin bəbəyini güzgü tozları qataraq yaratmışdım. Ona görə o qədər parlaq və dərin idi. Baxışları ilə insanı öz iç dünyasına çəkirdi. Dərisini düşən ulduzların tozları ilə yoğurmuşdum. Ona görə parlaq və sehirli görünürdü. Axı bədənimdəki hər hüceyrənin içindəki vakuol belə bunu bilir. O qüsursuz idi. Mən isə ona aşiq olmayacaq qədər üstün varlıq. Deyə düşünürdü dostunun fotostudiyasındakı qırmızı otaqda quruması üçün asılmış fotolardan birinə ilk dəfə uzun-uzun göz gəzdirəndə. Elə ilk dəfədən şəkildəki kimi idisə, bu qədər hissi onun ürəyini bir anda doldurmuşdu. Həmin an dünyadan qopmuş, şəklinə baxdığı varlığı yaratdığı ana qayıtmışdı. İlk dəfə idi ki, hansısa kağız parçasının üzərindən belə olsa, bu qədər nəfəs kəsən burulğana düşmüşdü. Həmin anda ağlına gələn ilk şey isə fotonu oğurlamaq oldu. Dostundan bu adamın kimliyini belə soruşmaq ağlına gəlməmişdi. Ətrafına baxdı, dostu ona göstərmək üçün kitab axtarmağa getmişdi və hələ də qayıtmamışdı. O isə tez sancaqları açıb, fotonu vərəqin arasına, oradan da çantasına qoydu. Digər fotoları isə elə düzəltdi ki, oradan foto götürüldüyü bəlli olmasın. Tez otaqdan çıxdı və telefonu götürüb ona zəng gəlmiş kimi heyrətlə danışmağa başladı. Nə? Qalereyada kurator əsərimi 5-ci otaqda sərgiləmək istəyir? Axı mən demişdim. Deyərək titrəyən səsi ilə özünü elə apardı ki, elə bil bu hadisə onun nəfəsini kəsəcək qədər həyəcanlandırmışdı. Nəticədə isə artıq bircə dəqiqədə olsun dostunun fotostudiyasında dura bilməzdi. Eşidirsən də Fəxri, yenə gedib öz övladlarıma sahib çıxmalıyam. Mənsiz olmayacaq. Üzürlü say, mən qaçdım. Deyib, övladları adlandırdığı əsərlərinin güya problemini həll etməyə tələsdi. Dostu əlində kitablara baxa-baxa, bu kitab məndə nə vaxtdan var görəsən, deyə səsli fikirləşirdi ki, qapının çırpılması ilə ayıldı və başa düşdü ki, Mahru artıq getdi. Əlində kitablar pəncərəyə tərəf gəlib, Mahrunun həyəcanlı və yeyin addımlarını və getdikcə gözdən itməsini izləyirdi. Yaxın günlərdə Mahrunun solo sərgisi olacaqdı. Ona görə də sərgi ilə bağlı başı çox qarışıq idi. Tez getmə səbəbinin də bu olduğunu başa düşüb heç nəyi sorğulamadı. Mahrunun isə içi-içinə sığmırdı. İlk dəfə etdiyi oğurluq, kəşf elədiyi bu varlıq onun ürəyini titrətmişdi. Kurator, 5-ci otaq, hansı 5-ci otaqdan gedirdi söhbət? 2 saniyədə uydurduqlarını özü də gülürdü. Etmək istədiyi tək şey var idi. Emalatxanasına gedib gördüyü bu baxışları, simanı, özünün yaratdığı varlığı ikinci dəfə yaratmaq. Amma bu dəfə kətanda. 3 günə sərgisi olacaqdı. Etməli olduğu çox iş var idi. Amma o etdiyi oğurluğu ilə yeni əsəri ortaya çıxarmağı elə istəyirdi ki, sanki bunu etməsə elə buradaca son nəfəsini verib ölərdi. Emalatxanasına qədər yolu elə getmişdi ki, yolda maşın vursa, maşın özü əziləcəkdi. Həmin an onu heç nə öldürə də bilməzdi. Nəhayət nəfəs-nəfəsə emalatxanasına çatdı. Şkafına yığdığı kətanlardan yaşadığı bu hissi ən yaxşı ifadə edə biləcək olanı seçdi. Çantasından fotonun həyəcanını itirmədən çıxarıb molbertin yuxarısına öz göz hizasında sancdı. Boyaları çıxarmamışdan əvvəl yenə bu baxışlarla göz-gözə gəldi. İkinci dəfə onu yaradacağını bilirdi. Ona görə bu gözlərin, baxışların hər zərrəsi ona doğma idi. Palitrasını, fırçalarını çıxardı. Bu zaman emalatxananın damındakı taxtalar aralandı. Axı onun boyaları göydəki ulduz tozları idi. Dərisini rəsm etməsi üçün ulduz tozları sıraya düzüldü. Sonra isə bir-bir palitrada nəhayət isə kətanda öz yerlərinə qovuşdular. Sıra gözlərinə çatanda emalatxanadakı güzgülər sınıb yerə tökülməyə başladı. Axı göz bəbəklərini güzgülərdən yaratmalı idi. Baxan o güzgülərdə itib batmalı idi. Saçlarını çəkəndə Xəzərin dalğası emalatxananın qapısını döyməyə başladı. O qədər möhkəm döyürdü ki, qapını açsan bu nəhəng su dalğasının altında qalıb öləcəksən. Açmasan, ölümün dəhşətdən olacaq. Əlbəttə ki, Mahru qapını açdı.
Dedim axı, həmin an onu heç nə öldürə bilməzdi. Su onun üzərindən keçib kətana tərəf qalxmağa başladı. Mahrunun isə suyun altına nəfəs alsın deyə artıq qəlsəmələri belə inkişaf etmişdi. Üzə-üzə qapıdan kətanın yanına keçəndə sıra dodaqlarına çatmışdı. Artıq dalğalar yoxa çıxmışdı və öz yerini yumşaq və həssas lələklərə vermişdi. Bu lələklər pəncərədən içəri dolub, Mahrunun yanaqlarına, boynuna, dodaqlarına incə-incə toxunub, sonda isə kətanda iz buraxırdılar. Saatlar keçmişdi. Mahru susuz, yeməksiz, nəfəssiz gecəni keçirmişdi. Artıq son fırça izlərini vurdu və bir kətana, bir də fotoya baxıb gülümsəyib, nəhayət rahat nəfəsini aldı. Həmin an fərqinə vardı ki, artıq neçə saatdır ki, ürəyi döyünmür, sıxışırmış. Həmin nəfəsi alana qədər unutmuşdu normal nəfəs almağı da. Səhər saat 7-yə 7 dəqiqə işləmişdi. Gözləri qızarmış şəkildə elə emalatxanada digər otaqdakı divanında qıvrılıb yatdı. Bir neçə saat keçmişdi. O, telefon zənginə gözlərini açdı. Tural bəy adlı bir nəfər zəng edirdi. Tural bəy kim idi? Nə vaxt adını qeyd etmişdi? Heç bir şey xatırlamırdı. Həmin gün Mahru özünün kimliyini belə soruşsan bilməzmiş kimi ayılmışdı. Adının yanında bəy yazmışdı. Yəqin ki, önəmli adamdır deyə düşünüb bir-iki məşq edib zəngə cavab verdi. Nəhayət məlum oldu ki, Tural bəy yetərincə vacib biri imiş. Hətta aylardır çalışdığı art meneceri imiş. Və səhər saat 11-də həmin art menecerlə görüşü var imiş. Telefonu bağlayıb gözlərini yenidən yumdu. Birdən içinə qəribə bir hiss oldu. Bir dəqiqə. Dünən mən doğrudan, yoxsa yuxu? Deyə sayıqladı. Ürəyi döyünməyə başladı. Tez hər şeyin gerçəkliyini yoxlamaq üçün kətan olan otağa qaçdı və istədiyi mənzərə ilə qarşılaşdı. Molbertdə bir cürt kəskin baxışlı göz ona baxırdı. Nəfəsini içinə çəkdi ki, rahat versin. Həmin telefona baxdı və saat 10:47 idi. 13 dəqiqə sonra görüşdə olmalı idi. Axı 2 gün sonra sərgisi idi. Tələsik hazırlaşıb evdən çıxdı. Dünən yaratdığı yeni əsəri də özü ilə götürüb apardı. Sanki 2 gün sonraki sərginin son vuruş nöqtəsi bu əsərlə edəcəkdi. Artıq böyük gün, sərginin açılışı günü qapıda idi. Şəhərin dörd bir yanından rəssamlar, kolleksionerlər, sənətlə maraqlı insanlar açılış gününə axışırdılar. Mahru üçün ən gözəl gün idi bu gün. Övladı olsa onu bu qədər sevməz, onun uğuruna bu qədər sevinməzdi bəlkə də. İnsanlar əsərlərin ətrafında gəzir, diqqətlə və heyranlıqla baxır, arabir ona suallar verir, şəkil çəkdirir, dinləyir, oxuyur, toxunur, həzz alırdılar. Mahru isə gəzişib ətrafdakı insanları izləyirdi. Bu insanlar bir-bir alov olub, yanaraq tüstüləşib havaya qalxmağa başladılar. Bəziləri əriyib yerə tökülür, bəziləri isə buza çevrilib yerə çırpılıb min parçaya bölünürdülər. Baş verənləri görən Mahrunun həyəcandan boğazı qurudu. Ürəyi döyünməyə başladı. Sərgi ziyarətçilərini bir-bir itirirdi. Hər dəfə bütün ruhu ilə sevdiyi, bütün ürəyi ilə sevdiyi hadisələrin məhv olmasını çox müşahidə etmişdi. Hansı insan övladı bunu yaşamamışdı ki? Amma bu cür absurd şəkildə bunu yaşadığı ilk dəfə idi. Sərgi salonunun başlanğıcında bir əsər var idi. Bu əsər o insanla birlikdə idi. Bu əsər o insan idi. Öz əsərinə yaxınlaşdı. Əsər isə əllərini qoltuğuna vurub özünə baxırdı. Onların yaradıcısı isə öz əsərlərinə. Axı ikisini də Mahru öz yerə atmışdı. Bundan isə onların biri xəbərsiz idi. Nəhayət ruh üfürülmüş olan əsər, tablonun sehrindən ayılıb yaradıcısı ilə göz-gözə gəldi. Bu sizin əsərinizdir, deyə soruşdu. Yox, sizin əsərinizdir, deyə Mahru yarı zarafat, yarı gerçək cavab verdi. Gülüşdülər. Tarix təkrarlanır deyəsən. Son dəfə bu hadisə Picasso'nun başına gəlmişdi, səhv xatırlamıramsa. Deyə əsərlərdən canlı olanı cavab verdi. Mahru, bəli, doğru xatırlayırsınız. Bəlkə də bu versiya İspaniyadadır. Alman general hadisəni başqa cür şərh edirdi. Əsər. Belə halda Alman generalının necə şərh etdiyini araşdırıb tapmaq mənim öhdəmə düşür yəqin ki. Mahru. Sərgim interaktiv sərgidir, görürsünüz. Artıq əsər üçün cavabını tapıb deməli olduğunuz bir sualınız da var.
Yenə gülüşdülər. Bu gülüşmələrdən insanlar desublimasiya olmağa başladı və Mahru ilə muzasının exo verən səsləri sərgi ziyarətçilərinin səs-küy içərisində diffuz edərək yayıldı. Gülüşmələrin ardından səssiz qaldılar. Bu səssizliyi bıçaqla kəsirmiş kimi, əlində sərgilərin vazkeçilməz içkisi bir qədəh şərabla birlikdə Mahrunun oğurladığı fotonun sahibi olan fotoqraf dostu fəxri kəsdi. Siz artıq tanış olmusunuz ki, deyərək oğlanın yanında dayandı. Mahru. Yox, deyəsən hələ tanış olmamışıq. Fəxri Mahrunun muzasını tanıtmaq üçün sözə başladı. Albert, Almaniyadan təzə gəlib, rəssamdır. Uzaq ellərə incəsənət təhsili almağa getmişdi. Üzə demək kimi olmasın, o da pis çəkmir ha. Deyərək davam etdi. Elə Almaniyadan gələr gəlməz təzəlicə fotolarını da çəkmişdim. Amma niyəsə fotolardan biri deyəndə sözü yarımçıq qaldı. Çünki Mahrudan müsahibə almaq üçün onu çağırdılar. Mahru vəziyyətdən çıxdığına sevinib, Albertin əlini tanışlığına şad olduğunu bildirmək üçün sıxıb, müsahibə vermək üçün onların yanından uzaqlaşdı. Yeyin addımlarla bayaqdan döyünməyən ürəyini yenidən işə salan Mahru sanki çoxdan itirdiyi, ona hava kimi lazım olan varlığı tapmışdı. Hava kimi olmasının səbəbi isə incəsənəti üçün idi. Sərginin açılışı yekunlaşmışdı. İnsanlar lap seyrəlmişdi. Albert isə bayaqdan müşahidə etdiyi Mahrunu yalnız görüb, onunla sonra yenidən əlaqə qura bilmək üçün yaxınlaşdı. Görünür, böyük günün də sonuna gəldik. Mahru gülümsəyərək gözləri ilə təsdiqlədi. Mahru Albertin özünü tablodan tanıyıb tanımadığını bilmirdi. İçində bu faktı bilməmək onu həyəcanlandırırdı əslində. Fikirləşmişdi yəqin ki, Albert bu mövzuyla əlaqəli onunla danışmağa gəlib. Fikirlərin içindən Albertin sərgi salonunda uçuşan sözləri Mahrunu dartıb çıxardı. Albert, düşünürəm bəlkə sonraki günlərin birində sərgi barədə söhbət etsək xoş olardı. Mahru bu söhbətin düşündüyü mövzu barədə olduğuna özünü inandırdı. Bu barədə danışmaq ona düzgün gəlmirdi. Amma dodaqlarından o sehirli sözlər süzüldü. Ola bilər, mənə də xoş olar. Başa düşmədi. Beynində başqa şey fikirləşdiyi halda necə belə demişdi. Çox dayanmayıb tələsik əsərləri haqqında yazılmış vərəqlərdən birini və qələm götürdü. Bu vərəqə bir şeylər qaralayıb qatlayaraq Albertə verdi. Albert isə aldığı vərəqi açıb, baxmadan cibinə qoydu. Əlaqə üçün nömrə olduğunu düşündü və arxaya gedərək "Zəng edəcəm, xəbərləşərik" deyib bir-birinə uzaqdan kiçik əl sallayaraq sağollaşdılar. Albertdən ayrılandan sonra Mahru gülməyə başlamışdı. Çünki vərəqə yazdığı telefon nömrəsi deyildi. Ürəyində isə "Zəng et, kimlə danışacağım mənə də maraqlıdır" deyə təkrarlayıb, qurduğu bu kiçik oyundan çox həzz alırmış kimi görünürdü. O, vərəqin ilk sətrinə 40.599.50, boşluq 49.8222150. İkinci sətrinə isə 21.11.24, boşluq 18.42 rəqəmlərini yazmışdı. İlk baxışdan nə olduğu bilinməyən bu rəqəmlərin qarşı tərəf öhdəsindən gələ biləcəkdi. Bəlkə heç nə başa düşməyib gələ bilməyəcəkdi. O zaman özü tək getməli olacaqdı. Fikrində hara getməyi var idi. Əmin idi ki, orada onun ruhunu titrədəcək nəsə bir şey mütləq ki olacaq. Ruhunun titrəməsi, o hissi yaşamaq üçün hər şey edərdi. Bu hissə bağlı hala gəlmişdi. Ona görə başqalarına bəsit görünən ən xırda detallarda itib batırdı. İndi yaratmış olduğu bu situasiyada onların yaratdığı qənd qabının içindəki qəndlərin üzərinə turş şirin konfetlər səpmək üçün idi. Axı çay təkcə qəndlə dadlı deyildi. Onun qənd qabında gizlətdiyi bu konfetdən yaratdığı varlığın da xoşuna gələcəyindən şübhəsi yox idi. Bəs ora hara idi? Vərəqin ilk sətrində xəritədə göstərilən koordinatlar, ikinci sətrində isə tarix və saat var idi. Albert bunları başa düşüb göstərilən tarix və saatda göstərilən məkanda olacaqdı, yoxsa bütün bunların mənasız oyun olduğunu düşünüb heç bunu istəməyəcəkdi. Əslində istəyi onu yoxlamaq deyildi. Uzun zaman sonra özündə o məkana getməyə tapdığı cəsarət idi.
Bunu isə tək etmək istəmirdi. Eyni zamanda bilirdi ki, məhz onunla həmin məkana keçsələr, dünyəvi zövqlərdən dada biləcəklər. Bütün bunları necə hiss edirdi, özü də bilmirdi. O, Albertin adından başqa heç nəyi bilmirdi. Amma içində hər zərrəsini bilirmiş kimi bir hiss var idi. Buna görə idi qorxusuzca və cəsarətlə ona həmin dəvət vərəqini verməsi. Vaxt keçdi, vədə yetişdi. Tarixlər 21:11-i, saatlar isə 18:42-ni göstərirdi. Mahro iki hündür binanın arasında idi. Bu binalardan biri rəngsiz və solğun görünürdü. İçindəki insanlar isə iş saatından artıq 42 dəqiqə keçməsinə baxmayaraq hələ də işləyirdilər. Sanki binanın həyətindən və qarşı binadan tamamilə xəbərsiz, öz günlük və dünyəvi problemlərindən qopa bilməyib, kimisi işlədikləri aparatların arasında təsadüfi qalıb ölməyi arzulayırdı. Kimisi də həmin problemlərdən qopmağı bacararaq aparatların qışqıran səslərini necəsə beyninə musiqi səsi olaraq yer edib, aparatlarla rəqs edirdilər. Heç xəbər də tutmamışdılar bu iki binanın həyətində yad insan olduğundan. Başları öz sıxıcı işlərinə elə qarışmışdı ki, gözləri heç nəyi görmək belə istəmirdi. Mahru da heç onları görmürdü. Həmin binadan gələn dəzgah səslərindən uydurmuşdu bütün bunları. Bəlkə də orada işləyənlər heç insan deyildilər. Axı insan övladı görmədiyi hər şeyi bəzəməyi sevir. Digər bina isə üzərində qraffitilər olan rəngli bina idi. Amma bu binadan heç səs gəlmirdi. Sanki iki paralel dünya üzbəyüz, həm də bir-birindən xəbərsiz dayanmışdı. Bunun fərqində deyildi heç yan binada işləyən insanlar da. Bəlkə biz də gözümüzün önündə olan hansı dünyanın fərqində deyilik, deyə düşünəndə hər iki binanın həyətinə giriş olan orta qapıdan bir nəfər Mahroya tərəf əlində telefonla gəlməyə başladı. Yəqin ki, bu Albertdən başqası deyildi. Görünür, Mahronun ona verdiyi tapşırığın öhdəsindən gələ bilmişdi. Mahro, təxmin etmişdim ki, sən gələcəksən. Albert, hərçənd ki, macəra axtarışlarımdan uzaq keçmişdə əl çəkmişəm. Bu dəfə gəlmək istədim. Həm də çoxdandır Bakını gəzmirdim mən də. Mahro, gəzmək üçün ən yaxşı məkanı seçmişik. Heç yerli sakinlərin də buradan xəbəri yoxdur. Albert, seçmişik deyəndə ki, mənim seçim şansım olduğunu düşünmürəm. Mahro gülüb düşündü. Hansı yaradıcı öz yaratdığında seçim şansı təklif etmişdi ki, o da edəydi. Binaların ətrafında gəzişməyə başladılar. Səssizliyi Albertin sualı pozdu. Burada doğulmusan? Mahro arada bir daşların üzərinə çıxdış edib, gəzərək cavab verdi. Aha, Bakıda. Dünyaya ilk dəfə göz açanda ilk sözlərimin nə olduğunu bilirsən? Albert sualın absurdluğuna gülüb, heç alacağı absurd cavabı təxmin belə etmədən, yox, nə olub, deyə soruşdu. Mahro bütün ciddiyyəti ilə və hələ də yerdə olan daş kəsə ilə ayaqları ilə oynayaraq cavab verdi. I am grateful, grapefruit. Mahroya maraqlı idi. Albert onun danışdığı bu qeyri-reallıqlarda itib batacaqdı. Yoxsa bir neçə dəqiqəyə rasional dünyanı qırağa qoyub onun dediklərini ayağa uyduracaqdı. Çox keçmədi ki, Albertin dilindən Mahronun sualına cavab olacaq sözlər süzülməyə başladı. Dünyaya yeni göz açmış körpə üçün yetərincə güclü sözlərdir. Təqdir etdim. Mahro gözlədiyindən də ləziz cavab aldığı üçün içinə xoş hisslər dolmuşdu. Çox fikirləşmədən söhbətinə qaldığı yerdən davam etdi. Hə, doğulmamışdan əvvəlki dünyada səmalardan bizə dil dərslərini Björk keçərdi. Ona görə ilk sözlərimi onun sözləri ilə başlamaq istədim. Albert Björkün adını eşidəndə gülümsədi. Görünür, Björkün yaradıcılığı ilə o da yaxından maraqlanırdı. Gəzərək söhbət etməyin Mahro üçün böyük bir sehri var idi. Çünki gəzərək yeni obyektlərə rast gəlir və onların qarşı tərəfdə nə hiss etdirdiyini kəşf etmək ona xoş təsir edirdi. Eynilə biraz irəlidə rastlaşdıqları orxideya kimi. Albert orxideyanı görüb Mahrodan soruşdu. Necə düşünürsən? Səncə bitkilər də fikirləşə bilir? Mahro düşündü. Bu düşüncə yer kürəsindən çox uzaqda idi. O hər şeyin materiyadan artıq olduğunu düşünürdü. Cavabı isə gecikmədi. Vaxtıkən Picasso da deyib, xəyal edə bildiyimiz hər şey gerçəkdir. Bizim fiziki dünyada məhdudiyyət adlandırdığımız nə isə, insan xəyal dünyasında aşıb eyni hissləri keçirə bilər. Ona görə də əgər bitkilər fikirləşib sənə nə isə deyiblərsə, mənimlə də bölüşə bilərsən. Albert sözünə davam etdi. Bu xəyaldan da gerçəkdir.
Orxideya çiçəkləri inanılmaz dərəcədə ağıllı və dahidirlər. Elə düşüncəyə sahibdirlər ki, həşəratları aldada bilirlər. Bəzi orxideya növləri dişi həşəratların qoxusunu təqlid edən kimyəvi maddələr ifraz edərək erkək həşəratları özünə cəlb edir. Digərləri dişi həşəratlara bənzəyən formada görünür. Həşəratlar orxideya çiçəklərinə yaxınlaşdıqda cütləşmə məqsədi ilə çiçəyin üzərinə qonurlar. Lakin bu vaxt çiçəyin tozcuqları həşəratlara yapışır. Böcək başqa bir orxideya bitkisinin üzərinə düşdükdə, bu tozcuqları yeni çiçəyə daşıyaraq onların çoxalmasına şərait yaradır. Mahruya orxideyaların bu cür ağıllı olması maraqlı gəlmişdi, amma öz variantından da qalmırdı. Bəs necə düşünürsən? Bizim bu ağıllı orxideyalar səncə bir gün də qadın formasında görünüb, Adəmin oğlunu aldada bilər? Albert gülümsəyir. Mümkün kimi görünür. Yəqin ki, aldanarıq. Mahru. Şübhəsiz. Birdən bu şirin söhbətlərin arasından pıçıltılar eşitməyə başladılar. Mahru düşündü ki, yəqin yan binada işləyənlərin pıçıltısıdır. Nəhayət həmin binadakılar işlərindən başını qaldırıb onların fərqinə varıblar. Amma pıçıltılar sanki onlara səslənirdi. Burada qalan gecənin zülməti ilə bərqərar olar. Pıçıltıların hardan gəldiyini aydınlaşdırmaq üçün ətrafı göz gəzdirdilər. Kim idisə onlar da zarafatlaşırdı. Mahrunun gözü divara sataşdı. Qraffitilərdən birinin hərəkət etdiyini gördü. Albertə işarə etdi. Ora bax, görürsən sən də. Albert danışmağa doğru söz axtararkən qraffitidəki oğlan dilləndi. Future is now, now is you. Bu sözləri Albertin gözünün içinə baxaraq deyirdi. Görünür, bundan başqa deməyə sözü yox idi. Mahru ilə Albert bundan nə başa düşməli idilər? Bir-birinə çaşqın baxışlarla baxıb, nə baş verdiyini aydınlaşdırmağa çalışdılar. Həmin divarın yanında bir qapı görünürdü. Mahru qapının fərqinə varıb, onu açmaq üçün qapıya yaxınlaşanda, bu dəfə qraffitdəki qız dilləndi. Ey bəni adəmlər! Bu qəsrin divarları gecə yorğanının altında nəfəs alır. Burada zaman dilimi sizin bildiyiniz, öyrəşdiyiniz kimi deyil. Hər daşda, hər sümükdə həbs olmuş canlar, ruhlar var. Hər heykəlin baxışında bir sir yatır. Dillərində səssiz hekayələr. Ayla günəş birləşəndə buranın qəlbi atmağa, külək isə bizim pıçıltıları yaymağa başlayır. Bu pıçıltılardan dünyadakılar sərxoş olur. Buranı yalnız gözə sahib olanlar deyil, ruhu olanlar görər. Gecələr gözlərinizi yumanda qulağınıza hardan gəldiyini bilmədiyiniz pıçıltılar və qəhqəhələr buradakilardan başqası deyil. Bu ruhlar sizinlə bəzən hıçqırıq, bəzən melodiya, bəzən də yağışın qazanı taqqıldadan səsi kimi danışacaq. Özünüzü tapmaq üçün itirməyə hazırsınız? Dedi və divardakı sevgilisi ilə qucaqlaşıb onu öpməyə başladı. Özünü tapmaq Mahru üçün çox şirin səslənirdi. Hər kəsin özünü itirdiyi dünyada o kim idi ki özünü tapsın? Edəcəyi ən ali tapşırıqlardan idi özünü kəşf etmək. Bəs özünü tapmaq üçün bu bəlirsizliyə atılmağa dəyərdi? Hə, Albert? Nəsə dedim Mahru, deyə Albert nəhayət ki dillənə bildi. Mahru eşəndirmədən qapını açmağa getdi. Albert. Nə edirsən? Kimsə olar orada, açma qapını. Bəlkə də bağlıdır. Gəl gedək. Mahru Albertin sözlərinə fikir vermirdi. Çünki bilirdi ki, əgər o qapıdan girməsə, yaşaya biləcəyi o qədər hissdən özünü məhrum qoyacaqdı. Yarada biləcəyi bəlkə də yüzlərlə əsərdən özünü məhrum qoyacaqdı. Bəlkə də yer üzündə bu hissləri yaşayacaq ilk insanlar olmaq hissindən özlərini məhrum qoyacaqdı. Ona görə də o qapı açılmalı idi. Orada bir qapı varsa, o nə olur olsun açılmalıdır. Zevsin Pandoraya qutu ilə birlikdə verdiyi başqa şey də var idi. Bu şey isə maraq hissindən başqa bir şey deyildi. Albertə də Mahrunun cəsarəti həmin an güc vermiş kimi görünürdü. Qətiyyətlə daxil olmayacağı qapıdan Mahru girər-girməz o da daxil oldu. Amma xəbərsiz idi. Mahruya da cəsarət verənin məhz özünün olduğundan. Qapını açar-açmaz tərk edilmiş kimi görünən, çoxlu sınıq heykəllər olan böyük bir otağa düşdülər. Otağın hündürlüyü o qədər çox idi ki, yuxarı baxanda tavanı görmək mümkün olmurdu. Sanki burada vaxtı ikən insan bədəninin 15-20 qatı böyüklüyündə
insanlar yaşayıb. Orada olan bütün heykəllər sınıq-salxaq da olsa, insan bədənləri idi. İçəri divarlarda da qrafitilər var idi. Bu otağı toz basmış, hər tərəf hörümçək torları ilə bürünmüşdü. Həmin otağın öz içində isə saysız-hesabsız ayrıca otaqları var idi. Bu otaqların isə içərisi elə zülmət qaranlığı idi ki, insan addım atmağa cəsarət etməzdi. Gecə düşmüşdü. Amma heç bir heykəldən səs çıxmırdı. Ətrafı gəzməyə başladılar. Mahru, nə düşünürsən? Niyə bura belə sakitdir? Bizim ruhumuz yoxdur indi. Mən belə gözləmirdim. Deyə Alberta pıçıldadı. Pıçıldadı, çünki qorxurdu. Ürəyi tir-tir əsirdi, hər nə qədər cəsarətli danışsa da. Albert, süni intellektlə düzəldilmiş animasiya idi sadəcə. Qeyri-adi heç nə olan deyil, rahat ol. Mahru bu sözlərdən əsəbləşmişdi. Heç yerdə proyektor, səs ucaldıcı görməmişdi axı. Necə baş verənləri süni intellekt oyunu adlandıra bilər? Aha, indi başa düşürəm. Aramızdan bir nəfərin ruhu yox imiş. Üfürülməmişdi ruh sənə? Deyərək Albertdan qabağa keçib, zülmət qaranlıq görünən otağa tərəf getməyə başladı. Albert, belə görünür ki, unudulmuşam mən. Elə bu andaca otağın içindən zəncirə vurulmuş at səsi gəlməyə başladı. Bu səs o qədər qüvvətli idi ki, yazıq qızın bənizi qorxudan ağappaq olmuş, yerində donub qalmışdı. Heç tərpənə bilmirdi. Səsin titrəyişi bütün iliklərinə qədər yayılmışdı. Albert bunu eşidib özünü itirmədi. Mahrunun əlindən tutub sökülmüş daşların arxasında gizlənməyə qaçırtdı. Birdən dayandıqları yerdə ayaqlarının altına qan kimi bir maddə axmağa başladı. Ayaqlarının altı qan ilə dolmuşdu. Bir-birinə baxır, sakitləşməyə çalışırdılar. Bu qan divardakı tikanlarla sarılmış qadın və kişi bədəni olan qrafitidən tökülürdü. Deyəsən, həmin an bu binadakı hər cisim bir-bir ayılıb özünə gəlməyə, canlanmağa başlayırdı.